Siz heç düşünmüsünüzmü ki, gündəlik vərdişə çevrilmiş saqqız çeynəmək orqanizmə təhlükəli mikroplastik hissəciklərin ötürülməsinə səbəb ola bilər? Amerikalı alimlərin yeni araşdırması elm dünyasında əsl rezonans doğurub. Onlar ilk dəfə olaraq müxtəlif saqqız növlərinin çeynənməsi zamanı buraxılan mikroplastiklərin miqdarını ölçüblər. 5-i sintetik əsaslı, 5-i isə dırnaqarası təbii kimi təqdim olunan 10 məşhur saqqız markası analiz edilib. Təcrübədə könüllülər adi istifadəni imitasiya edərək 2 dəqiqədən 20 dəqiqəyə qədər fərqli müddətlərdə bu saqqızları çeynəyiblər. Müəyyən edilib ki, hər 1 qram saqqızdan təxminən 637 milyon mikroplastik hissəcik ifraz olunur. Bu hissəciklərin 94%-i ilk 8 dəqiqə ərzində çıxır. Tədqiqatçılar bildiriblər ki, saqqız yalnız ağız qoxusunu gizlədən və ya dişləri məşğul edən bir vasitə deyil. O həm də mikroplastiklərlə dolu, sağlamlıq üçün potensial təhlükəli bir məhsula çevrilə bilər. Hələ ki bu sahədə uzun müddətli insan araşdırmaları azdır. Lakin nəticələr artıq ehtiyatlı olmağa əsas verir.